Bu xəbərə mən də rast gəldim. Demək, müğənni Nigar Rəhimova Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunub. Milli.az xəbər verir ki, bu barədə Nigar Rəhimova özünün Instagram səhifəsində paylaşım edib və sosial şəbəkə istifadəçiləri müğənninin bu medalla təltif edilməsini bir mənalı qarşılamayıb və onun qına qədəfinə çeviriblər. Müğənni bundan sonra həmin paylaşımı silib. Və məsələli aydınlıq gətirmək üçün təbii ki, jurnalistlər, media Nigar Rəhimovanla əlaqə saxlamağa çalışıblar. Bu iki suala cavab alsınlar ki, doğrudanmı bu medalla Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunub qazilərimiz var, üzr istəyirəm, döyüşçülərimiz var. Bizim nə qədər döyüşçülərimiz var. Onlara heç 80 manatı vermirlər. Halbuki döyüşdə olub. Döyüşdə olub. Döyüş gözünün qabağında baş verib. Ölənlər, yaralananlar, şəhid olanlar. Amma onları bugün heç kim dəyərləndirmir. Amma bu Nigar Rəhimova necə olub ki, Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunub? Onların suallarına cavab vermək istəməyiblər. Yəni jurnalistlər, media narahat olub. Bu müğənni xanımı axtarıblar. Nigar xanım haqqında artıq əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək. Köməkçisi xanıma belə bir cavab verib ki, etməsin heç kim. Vəsiqənin həqiqətən verilməməsi ilə bağlı sualımıza isə Nigar Rəhimovanın köməkçisi belə cavab verdi. Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik. Vətən müharibəsi iştirakçısı medalını kim ala bilər və kimlərə verilir? Bu medalla Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqanın, qurumun ön cəhbədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir. Əlbəttə ki, Nigar xanım biz nə deyirik ki, sübut etsin. İnsanlar narahatdır.